Düz. Hər kəsin günü uğurlu olsun əzizləyicəm. Göstərəcəyim ev 45.000 manatdır. Və evə daxil ola evin minimum olan minimum qiymətlərindən deyəcəm. Biləsiniz ki, yəni mayasından da aşağıdır. Ramandadır. Gözlə getmə. Ramandadır. Marşrut yoluna cəmi 40-50 metr məsafədədir. Evin divarı qardaş, başlayırıq. Bax, evin divarının həyətdə görülən opşi ağlay minimumdan hesablayıram 15.000. 3 dənə sayğac 5.000, elədi 20.000. Gəl, 45.000-dən 20.000-ə çıxdıq. Həyətdəki ağacların biri ən azı 3.000 qiyməti var. Evdə əşyalıdır özdə. 3 dənə də ağac burada, bir palma orada. 5.000-də onu hesablayıram. 25.000. Ən azı deyirəm minimuma, ölü yeri, baseyni 5.000. Nə qədər? 30.000 elədi. Hələ palma ağacını saymırsan. 3 sot həyət, 15.000 də o. Nə qədər? 40.000 elədi. Evin içinin əşyası, evin özünün tikilməyi. Gəl. Evin içindəki xaladeniklə, paltaryan, xuna mebeli, ən ölüsü üçü bir yerdə olmasa 5.000-dir. Gəl bura. Göstər, mətbəx mebeli, paltaryanı, xaladeniki, tam təmirli də evdə 45.000 manata indirim də olunacaq. Hamamsanız elin göstər. Bu evi al, heç yaşama. Günlük ən azı... Qoy mən də düşüm. Düş. Ən azı günlük 100 manatım var. Ən azı. Gündəlik, bəli. Baseyni düzəlt. Gündəlik ən azı 100 manatım var. Bura bax bir dənə otağımızda. Evim satılsaydı Allah'ın sözünü götürərdim, bax bunu. Qardaş, kimin imkanı varsa, vallahi alsın evi, bir dənə baseyni düzəltsin, günə 100 manata bunu göydə uçurdaq getsin. 45.000-dən də indirim olacaq. Yenə də ünvanımız Ramanı, torpağın çıxarışı var. Gördüyünüz hər şey qalır. Real alıcıya da indirim olunacaq. Sağ olun, var olun.